İndi yaxşı olar ki, Trotskinin yadıçı kimdir sualına verdiyi cavaba bax. Konkret yadıçı kimdir sualı təbii ki, Trotski üçün səslənməyib, amma hər bir halda onun bu barədə fikir var. Trotskinin Andre Bretonla bir bərabər müştərək yazdığı İnqilabi İncəsənət uğrunda manifesti var. Bax, orada çox yaxşı izah edir ki, yadıçı kimdir və nəyə xidmət eləməlidir. O birinci növbədə inqilabın dəstəkçisi olmalıdır. Çünki dediyimiz kimi konkret olaraq yadıçı ya razıdır, ya da narazıdır. Ola bilməz ki, o bir tərəf olsun, mövqesiz olsun. Ümumiyyətlə heç vaxt elə bir şey ola bilməz də. Yəni bu günün belə dünyanın istənilən ölkəsində əgər o ölkənin belə deyək, adı ilə demək lazımsa başçısına qarşı negativ rəyin yoxdursa, bu o demək ki, sən ondan razısan. Yəni yazıçılarda da bu həmişə belədir. Yəni Trotski öz timsalında Sovet İttifaqından dərgin düşəndə o bir mənalı şəkildə Stalin əleyhinə idi. Yəni ola bilməzdi ki, o desin ki, yox, mən başçı ilə həmfikirəm, yaxud başçı ilə həmfikir deyiləm, nə ona qarşıram, nə buna qarşıram. Çünki mən bir tərəfəm. Elə bir şey ümumiyyətlə mümkün olmur. Ya razısan, ya narazısan. Çünki qeyri-mümkün olar da sən onu izah eləməyə çalışsan ki, mən bir tərəfəm, o tərəfsizlərə böyük bir həqarət olardı hətta. Trotskinin maraqlı fikri həm budur, yadıçı mütləq şəkildə inqilabın yanında olmalıdır, onun yayılmasına xidmət eləməlidir. Çünki bu onun bu günə qədər keçdiyi tarixi yolun əksidir və o missiyanı sonuna qədər davam elətdirməlidir. Biz mütərəqqi yazıçılardan bayaq başda qeyd etdiyimiz kimi bizim üçün həqiqəti dərk eləyən, onun yayılmasına, dünyada daha ədalətli və ləyaqətli yerə çevirmək uğrunda mübarizə aparan yazıçıları qiymətləndirir. Yoxsa dindar yazıçılardan da danışmaq olar, bayaq dediyimiz kimi, kapitalist yazıçılardan da danışmaq olar, dırnaqarası mövqesiz yazıçılardan da danışmaq olar, amma onlar bizim üçün xüsusi bir mənəviyyat bilmir. Çünki biz istəyirik ki, dünya yaxşı bir yerə çevrilsin və o yaxşı yerə çevirmək üçün çalışan adamlar barəsində biz danışaq və o dünyanı yaxşı yerə çevirmək istəyən adamların sayı artsın və o bir növ effektə çevrilə bilsin. Trotskinin çox yaxşı bir dənə də məqaləsi var. Bu artıq sürgün illərinin məhsuludur. Mayakovskinin ölümündən sonra Mayakovskiyə həsr olunmuş məqalədir. Orada Mayakovskini bax belə şərh edir. O deyir ki, Mayakovskidə dahiliyin qığılcımları var idi, amma heç vaxt tamamilə bütün bir formada dahiyə çevrilə bilmirdi. Səbəb də ki, çox sadədir. Onun dahiyə çevrilə bilməməyinin birinci növbəli səbəbi Trotskinin şərhini biz davam elətdiririk. Dövr buna icazə vermirdi. Çünki 20-ci əsrin əvvəlləri və 19-cu əsrin sonu elə bir böhranlı vəziyyət idi ki, sənin gənclik illərin inqilabi fəaliyyətə düşmürdüsə, sən ən əhəmiyyətli dövrün, yəni formalaşma dövrünün inqilabı təsadüf eləmədiyinə görə sən mütləq şəkildə o irticaçı dövrdən nələrsə daşıyırdın üstündə və buna sona qədər qalib gəlmək çətin idi. İntihar məsələsində də Trotski bunu vurğuluyordu ki, heç də onun intiharı birbaşa onun şəxsi seçimi deyildi. İctimai həyatın, onun keçdiyi ictimai dövrün təsiri idi. O təsirdir ki, biz Trotskinin şərhində bunu aydın şəkildə görürük. O dahiliyi formalaşdıran elementlər, məqamlar dövrün diktəsi ilə Mayakovskidən yan keçmişdi. Bu nöqteyi nəzərdən də Trotski Mayakovskinin intiharını həm dediyimiz kimi birbaşa onun ictimai həyatdakı fəaliyyətinə müncər eləmişdi. Halbuki Sovet İttifaqı rəhbərləri Mayakovskinin intiharını Trotskinin dili ilə desək, heç nəyə aidiyyatı yox idi. Birbaşa şəxsi seçimi idi deyə şərh eləmişdi. Rosa Lüksemburqun yaxşı bir fikri var yazıçı və onun missiyası haqqında. Demək, Rosa qeyd edir ki, yəni bir dənə inqilabi fəaliyyəti var ki, onu hər kəs yerinə yetirə bilər. Bu da həqiqəti görmək və bu həqiqəti dilə gətirməkdir. Yəni ən inqilabi hərəkətlərdən biridir. Biz bunu passiv inqilabçılıq da hesab edə bilərik. Bax, bu yazıçının öhdəsinə götürə biləcəyi ən təhlükəsiz hadisədir. Və yaxud Soljenitsindəki kimi. Məsələn, Soljenitsinin də maraqlı fikri budur ki, sən yalanı görürsən, amma yaxşı olar ki, sən yalanın qulpundan tutmayasan. Bu, yazıçıların eləyə biləcəyi ən ləyaqətli və belə demək lazım ki, ən az təhlükə səbəb olası hadisələrdir. Trotski bir balaca, təbii ki, daha radikal nöqteyi nəzərdən izah edir. O, yazıçının birbaşa inqilabın dostu olduğunu, inqilabla yanaşı getdiyini, yanaşı addımlamalı olduğunu qeyd edir. Amma onun
həmçinin Sovet İttifaqındakı yazıçı obrazı ilə bağlı tamam başqa fikirlər var. İndi əlbəttə sual oluna bilər ki, bu necə kommunistdir ki, Sovet İttifaqı ilə bağlı fikirləri belə başqa formadadır. Ona görə yaxşı olar ki, bizim Trotski ilə bağlı olan mütaliə qrupumuza baş çəkəsiz, biz həmin sualların hamısını orada aydınlaşdırırıq. Sovet İttifaqındakı yazıçı obrazı isə yalnız və yalnız bir şeyə xidmət edir ki, o hakim ideologiyanın, biz onu Stalinizm adlandırırıq, onun xidmətçisi olsun. Trotski isə bu cür obrazların, bu cür yazıçıların bir mənalı şəkildə əleyhinə. Çünki yazıçının missiyası həqiqəti və müstəqilliyi yaymaqdır. O əgər diktə ilə yazırsa, onsuz da orada məna kəsb edən heç nə olmayacaq. Kamyunun da Sovet İttifaqı yazıçılarının və sosialist realizmin məntiqi tənqidinin bir dənə arqumenti budur ki, heç də sosializm mövcud olmadığı halda Sovet İttifaqı yazıçıları nəyə yazırlar? Axı sosializm belə özü mövcud deyil. Bu adamlar sosialist realizm deyəndə axı nədən yaza bilərlər? Çünki həqiqətin özü, reallığın özü Kamyunun dili ilə desə heç tamam kamal sosialist deyil, amma müəllifləri məcbur edirlər ki, onlar sosialist realizmlə yazsınlar. Kagarlitski haqqında bir Rus intellektualı var, onun maraqlı bir kitabı var. Mən o kitabdan bundan əvvəl keçən ilki təlimdə bir xeyli bəhrələnmişdim. Kagarlitskinin fikri yazıçıların ictimai həyatdakı aktiv rolu ilə bağlıdır. Biz onu özümüz də öz ölkəmizin tarixində də çox rahat şəkildə müşahidə edə bilərik. Kagarlitski aşağı yuxarı belə bir şey deyir ki, yazıçı ictimai həyatın formalaşmasında çox mütərəqqi yer tutur və insanlara təsir etmə mexanizmi digər bütün sahələrdən daha çoxdur. Və biz bunu harda gördük? Azərbaycanda 1990-cı illərdə artıq Sovet İttifaqı dağılandan sonra yeni dırnaqarası müstəqillik dövrü başlayanda orada artıq kim ki bir partiya qurmaq istəyirdi, söhbət təbii ki daha çox cəbhədən gedir. Yazıçıları gətirirdilər tribunalara, onlar danışırdılar. Çünki onlar ziyalı missiyasını yerinə yetirirdilər. Bu o deməkdir ki, onların sözünün kəsəri var və onlar tarixdən aldıqları o missiyanı sona qədər davam etdirmək istəyirlər və cəmiyyətə təsir etmək istəyirlər. İndi bəziləri bundan razılaşmırlar ki, yazıçıların belə bir missiyası yoxdur. Ancaq biz görürük ki, bunu iddia edən insanlar belə siyasi fəaliyyətlərinin qabağına, yəni avangardına yazıçıları çevirirlər. İstəyirlər ki, onlar söz sahibi olsunlar, öz fikirlərini yaysınlar və onların timsalında öz ideyalarını yaya bilsinlər. Bu Zərdüşt Əlizadənin 2-ci Respublikanın sonu kitabında da bax həmin bu yolu çox rahat şəkildə mütaliə etmək mümkündür ki, onlar Yusif Səmədoğlunu cəlb eləyirlər, Anarı cəlb eləyirlər işə ki, onların hesabına, onların yaratdığı romantik oxucu sayı hesabında özlərini cəlb eləyə bilirlər. Çünki dedik axı, Hesioddan üzbəri yazıçıların işi sanki göylə əlləşməkdir. Yəni onlar bizim bilmədiyimiz nə isə bilir də, bizim bilmədiyimiz nə isə bilirlər, onların arxasınca getmək olar. Onlar sadə həqiqətlərdən daha yüksəyinə nail olublar. Georgi Lukács Macar marksist haqqında, onun ədəbiyyat və yazıçının missiyası haqqında maraqlı fikirləri var. Lukács çox yaxşı bir konsepsiya tapıb. O deyir ki, o yazıçı böyük yazıçıdır ki, o xarakteristiklik deyilən şeyi kəşf edib. O xarakteristiklik o deməkdir ki, mən öz dövrümü yazıram və öz dövrümün adamlarını olduğu kimi yazıram. Ona görə Lukács Balzac'ı çox böyük müəllif hesab edir ki, Balzac dövrünü olduğu kimi təsvir edir. Hətta Balzac haqqında maraqlı bir məlumat var ki, Balzac başa düşülməməkdən, öz dövrünü əks etdirməməkdən o qədər ehtiyat edirdi ki, o istənilən bir məkanı, obyekti səhifələrlə təsvir edirdi ki, hər şeyi mən olduğu kimi çatdırmalıyam. Bunu şousizm də adlandırmaq olur. Yəni obrazların, materialların ən xırda detalına qədər təsvirini nəzərdə tutan bir termindir bu həmin şousizm. Balzac'da da bu görünür. Lukács ona görə qeyd eləyir ki, Balzac bəlkə də öz dövrünə qədər olan ən böyük müəlliflərdən biridir. Çünki dövrünü şəksiz, şübhəsiz, həqiqi realist boyalarla yazır. Hətta Lukács bu fikirdədir ki, Terry Eagleton'da da bu belədir ki, naturalizmdir, digər bütün realizmin qondarma versiyalarının hamısının əsas məqsədi budur ki, reallıqdan necəsə yayına bilsinlər. Reallığın yanından fırlana bilsinlər. Amma realizm olduqca əhəmiyyətli bir cəryandır ki, o indinin özünə qədər gəlir və indinin özündə də özünə realist müəlliflər deyənlər var. Halbuki biz bu dövrü postmodernizm kimi xarakterizə edirik. Bax, yazıçının mövqeyi ilə bağlı, yazıçı obrazı ilə bağlı 2 dənə də maraqlı məqam var. Bunun biri haqqında əvvəlki mühadirələrdə mən danışmışam, amma burada da danışmaqda bir qəbahət görmürəm. Bu Alexander Blokla İlya Ehrenburg haqqındakı
belə deyək, onların inqilaba münasibəti, yazıçının ictimai dəyişikliklərə olan münasibəti ilə bağlı. Blok da Ehrenburgda Ziyalı və İnqilab adında məqalə yazmışdı 1917-ci il oktyabr inqilabından sonra. Aleksandr Blok bunu qeyd eləmiş ki, yazıçının, incəsənət xadiminin, ziyalının başlıca məqsədi cəmiyyəti dəyişə biləcək, onu müsbət məcraya yönəldə biləcək bu möhtəşəm dəyişikliyi, inqilabı müdafiə eləsin. Ehrenburg isə inqilabı elə də rəğbətlə qarşılamamışdı. Düzdür, o sonralar Stalinlə eyni cəbhəyə keçdi. Çünki o da yəqin ki, Stalinlə həmfikir olduğu məqamlar çox idi. Bax, bu yazıçıların həmişə düşdüyü ziddiyyəti göstərir. Bu Paris Kommunası illərində də var. Hippolyten, Zola, bunlar hamısı deyirdilər ki, Tanrının seçdiyi imperatorumuz var və ona üsyan eləmək mümkün olmamalıdır da. Sizin işiniz Ay kommunanın üzvləri, göylərin seçdiyi imperatorla çəp gəlməməlidir. Siz yaxşı olar ki, imperatorun böyüklüyü ilə razılaşasınız. Ancaq Gustav Courbet olsun, digər ziyalılar, incəsənət adamları razılaşmırdılar və onlar Paris Kommunasının dəstəkçisinə çevrilmişlər. Bu ziddiyyət həmişə var. Aleksandr Blokda da bu var idi, bayaq dediyimiz kimi. Ehrenburgda da var idi. Paris Kommunası arasında, Paris Kommunasını dəstəkləyənlər və dəstəkləməyənlər arasında var idi. Bir də bu cür ziddiyyətli mövqe çox da ziddiyyətli deyil, amma yenə də məncə qabartmaqda fayda var. Hete ilə Schiller arasında da bu cür bir müqayisə aparmaq mümkündür. Hete ilə Schiller hər ikisi fırtına və təzyiq ədəbi hərəkatının cəryanının nümayəndəsi idilər və onlar öz dövrlərində nəyəsə nail olmaq istəyirlər, nəyəsə dəyişmək istəyirlər. Ancaq Hete təbii ki, sonda getdi imperatorun sarayında yaşadı. Orada özünü Yunan klassisizmin təbliğatına, onun yenidən dirçəlməsinə həsr elədi, öz yaradıcılığını, öz işini. Ancaq Schiller yenə də, düzdür, onun da mövqeyi biraz tənqidə açıqdır. Çünki Schillerdə çox anlaşılmaz şəkildə bu fikirdə idi ki, yazıçı yaxşı olar ki, inqilaba təpədən başlasın. Yəni imperatoru və yaxud dövrün başçısı kimdirsə, onu maarifləndirsin və onlar aşağını maarifləndirəcək və cəmiyyəti dəyişəcək. Ancaq biz bilirik ki, elə bir şey mümkün deyil. Adətən başda oturanlar əyanlarının, öz xalqının belə deyək, daha avam olmağının tərəfdardılar, daha təsirsiz olmağının tərəfdardılar. Necə ki, bax məsələn, postsovet ölkələrinin məncə ən istəmədiyi şeylərdən biri odur ki, onlarda təhsil pulsuzdur. Hətta ali təhsil də bəzən pulsuzdur. Bu hamısı Sovet İttifaqının miras qoyduğu məsələlərdir. Amma yəqin ki, hamı əmindir ki, Azərbaycan Çar imperiyasından sonra qurulsaydı, burada şübhəsiz şəkildə heç bir pulsuz təhsildən söhbət gedə bilməzdi. Sovet İttifaqının verdiyi baxın müsbət məqam bundan ibarətdir. Bu da təbii ki, adamların yox, yəni işte Stalinin yox, məsələ ideyanın özünün təbliğatı idi. Schillerin də boşluğu buradadır. Bütün Alman romantiklərinin də boşluğu bundadır ki, onlar yazıçı kimi məsələni göstərirdilər, yaxşı. Amma nə həll yolunu göstərə bilirdilər, nə də həll yolundakı heç olmasa birinci addımı göstərə bildilər. Düzdür, Çexovun fikri budur ki, yazıçının məqsədi cavablar vermək yox, suallar qoymaqdır. Amma Çexov heç də bu kontekstdə onu demir də. Çünki bu cəmiyyəti dəyişmək üçün onsuz da həmişə bir metod var və həmişə də bu metod olub. Bu metodu marksistlər proletariatın hesabına həll eləyəndə bu ortaya çıxdı ki, cəmiyyəti dəyişmək üçün hakim bir sosial sinif seçmək və onu arxalanaraq, öz dünya görüşünlə onu arxalanaraq cəmiyyəti yenidən qurmaq mümkündür. Məsələn, ona görə biz 2 dəqiqədən bir Marksdan statlar gətiririk. Məsələn, o dünyanın bizə görə öz sirrini, onu dəyişməyini, onu məhvərindən tərpətməyin yolunu tapmışdı. İstəyirəm ki, Gorki haqqında da müəyyən məqamları qeyd edelim. Məhz Gorkidə öz yaradıcılığında çox radikal olduğu məqamlar var idi. O hər dəfə öz keçdiyi yolu, yəni onu ədəbiyyata gətirən yolu yazırdı, şərh eləyirdi. Onun maraqlı avtobioqrafik əsərləri var. Uşaqlığım, Özgə qapılarında və Mənim universitetlərim. Bu hər üç romanda o yazıçının hansı ictimai, siyasi vəziyyətin məhsulu olduğunu və nəyə çevrildiyini, nəyə xidmət eləməli olduğunu göstərir. Gorkinin həyatı təbii ki, indi öz ziqzaqları ilə zəngindir. Çünki Maksim Gorki bəllidir ki, marksist, kommunistdir, Leninlə
həmfikirdir. Ancaq inqilabdan dərhal sonra o Sovet Rusiyasını tərk eləyir. Çünki o qurulan rejimdən çox da bağ qura bilmir və tərk edir ölkəni. İtaliyada bir müddət məskunlaşır. Sonra artıq onun həyatının bəlkə də ən mənasız hərəkəti olaraq o Stalinin dəvəti ilə bir yerdə qayıdır və Merkuzenin dili ilə desək artıq bir ölçülü adamı yaratmağa xidmət edir Sovet İttifaqında. Mən Qorkini ona görə nümunə çəkdim ki, biz bayaq dedik axı 20-ci əsrin artıq ortalarında modernizm başlayanda metanarrativlərdən imtina olunmağa başladı. Yəni kommunizmin yayılmağı, faşizmin yayılmağı, İslamın yayılmağı, xristianlığın yayılmağı bir mövzu kimi, bir hekayə kimi, bir narrativ kimi ədəbiyyatdan artıq təmizləndi. Çünki ölçü buydu ki, bu İkinci Dünya müharibəsinə səbəb oldu da. Bu metanarrativlər İkinci Dünya müharibəsinə səbəb oldu. Odur ki, bunu təmizləsə yaxşı olar. Amma Qorki və digər başqa metanarrativ yazan müəlliflər var idi ki, onların da öz həqiqətləri buydu ki, bu ideya doğrudur və bunun yayılması, bu ideyanın yayılması yazıçının başlıca məqsədlərindən biri olmalıdır ki, onsuz da biz əvvəlki Qorki ilə arası həmfikirik. Ondan sonraki Qorki ilə təbii ki, bir balaca ziddiyyətə düşmək mümkündür. Estet oxucuları, estet izləyiciləri maraqlandıran bir-iki fikirdə səsləndirək. Mən özüm də hər dəfə bu statları eşidəndə çox təsirləndirəm. Çünki hesab edirəm ki, təqribi mən deyərəm ki, bəlkə də yazıçıların bundan razılaşmayan yazıçı çətin tapılır. Mən ilk dəfə bu fikri Susan Sontag'da oxumuşdum. Sontag Amerikalı bir ədəbiyyatşünasdır. Sontag'ın fikri budur ki, yazıçı əslində nümunəvi bir əzabkeşdir. Ona görə o nümunəvi bir əzabkeşdir ki, o əzablarından sənət əsəri yarada bilir və həmin bu sənət əsəri oxucuların rəğbətini qazana bilir. İndi bu bir neçə müəllif də həmin bu Sontag'ın fikrini dəstəkləyəcək. Məsələn, Camus'un da fikri budur ki, əgər mahiyyətində əzab yoxdursa, yazmağın heç bir mənası yoxdur. Yalnız əzablar yaxşı mətn ortaya çıxarda bilər və yaxud yazmağa sövq eləyə bilər. Bundan başqa Updike'ın da maraqlı bir fikri var. Sırf əzab və ona bərabər olan ədəbiyyatla bağlı. O deyir ki, incəsənət sənət içində saxladığı əzabla ölçülür. Kim ki həqiqətən əzab çəkməyib, onun deməyə sözü yoxdur. Bax, Amerikalı müəllif də aşağı yuxarı Sontag'la, Camus'un fikirdədir. Sonda əzabla bağlı fikri Dostoyevski ilə yekunlaşdıraraq, Dostoyevskinin bioqrafiyasında belə bir hissə var. O bir müzakirədədir. Orada nəyi yazmaq, necə yazmaq haqqında qızğın müzakirələr gedir. Dostoyevski də bir cümlə ilə öz yaradıcılığını məncə çox səhih şəkildə izah edir. O deyir ki, yazmağın bir dənə yolu var, o da əzab çəkmək. Çünki başqa cür yaxşı yazmaq biraz çətin məsələdir. Dostoyevskinin öz həyatına baxanda onsuz da biz bunu görürük ki, bu adamlar o halda yazırlar ki, bunlar dərin əzablar. Bəzi Camus'dakı kimi ekzistensial əzablar da çəkə bilərsən. Dostoyevskidəki kimi birbaşa kazarmada, Sibirdə əzablar çəkə bilərsən. Yazıçının missiyası ilə bağlı təbii ki, indiki dövrdə bir balaca çox nikbin ola bilmirəm. Çünki yazıçının mövqeyindəki nikbinlik, niyə nikbin deyilən məsələsi budur ki, çünki artıq yazıçılar heç bir tarixi missiyası olduğu fikrində deyillərdi. Onlar hətta belə bəzən iddia edirlər ki, yazıçılıq hələ də yəni göylərlə əlləşən, göyün üzündə gəzən, insanlara yuxarıdan aşağı baxan bir işdir və onu nədəsə ittiham eləmək qeyri-mümkündür. Çünki o yerdə deyil də, o göylərdədir. Onun fikri nələrisə yazmaqda, amma bu nələrsə Lukasın xarakteristikliyindən uzaqdır, Dostoyevskinin əzabından uzaqdır. O melanxoliyaya qərq olmuş bir adamdır artıq. Onun cəmiyyətdə heç bir missiyası yoxdur. Bizim ölkədə də əfsuslar olsun ki, bu belədir. Hətta hər gün televiziyada bağıran, hər gün öz fikrini yayan adamlardan qəfildən bir həyəcanlanıb o günkü ictimai proses haqqında bir rəy soruşanda deyir ki, bəs niyə gedib ayaqqabı təmirçisindən bu sualı soruşmursan, gəlib məndən soruşursan. Sual da burasındakı ayaqqabı təmirçisinin onsuz da resipiyenti, yəni öz qarşısındakı adamı ondan o fikri onsuz da gözləmir və o heç vaxt onu yazmayıb. Ancaq sən yazıcı kimi cəmiyyətdə gedən bir prosesə reaksiya bildirirsən, məsələn də tutaq gedirəm, biraz hələ qaba deyirəm. Qadınların ətək boyunla bağlı reaksiya bildirirsən, amma çox ciddi bir məsələ olanda deyirsən ki, gedib ayaqqabıçıdan soruşun, görün o nə fikirləşir, məndən niyə soruşursun? İndi bax, sual budur. Sən ictimai proseslərə reaksiya bildirirsən və özünü ziyalı kimi qəlmə verirsən, özünü
böyük bir intellektual kimi qələmə verirsən və söz haqqına sahib olduğunu iddia edirsən. Amma bəs niyə lazım olduğu məqamda susursan, çox mənalı şəkillərdə mən sənin fikrini eşitməyə məcbur oluram? Onda deməli, hələ də ən belə pessimist, ovqatı təlx olmuş yazıçılar və gedən ictimai proseslərə rəy bildirmək missiyasını şuurlu ya şuursuz şəkildə öz öhdələrində saxlayır. İndi əsas məsələ burasındadır ki, bu müəlliflər, bu yazıçılar bizim bayaq əleyhinə danışdığımız mövqesizlikdənmi bunu eləyirlər, yoxsa doğrudan onlar sadəcə öz yazdıqlarını mı oxuyublar və ədəbiyyat tarixindən, dünyadakı yazıçının bugünə kimi keçdiyi məşəqqətli yoldan bir xəbərdirlər. Təbii ki, onlar dindirsə, onlar bir mənalı şəkildə deyəcəklər ki, biz mövqesizik, hadisələrə reaksiya vermirik. Hadisələrə reaksiya verməyimizin səbəbi də bundan ibarətdir ki, biz o fikirdəyik ki, heç nəyə qarışmamaq da qeyri-mümkündür. Amma sonda təbii ki, biz böyük intellektual, İtaliya Komünist Partiyasının qurucusu Antonio Gramsci'dən statla bitirsək yaxşı olar ki, biz mövqesizlərə nifrət edirik. Mövqesiz insanları bəyənmirik. Bu qədər.